Hörmətli valideynlər, telefon uşaqların əlindədirsə, diqqətli olun. Manipulyativ mesajlar, gizli əmrlər, son günlərdə xüsusən də yeniyetmələri təsir altına alan təhlükəli oyunlar yenidən gündəmə gəlir. Bəs bu oyunların qarşısını almaq ümumiyyətlə mümkündürmü? Oyunun kuratoru əvvəlcə uşaqlarla söhbət eləyərək onları tək olduğuna inandırır və manipulyasiya yolu ilə hər gün danışmağa məcbur eləyir. Bu cür oyunlar əksər hallarda emosional dəstəyə ehtiyac duyan uşaqları hədəf alır. Valideynlər düzdür işləyirlər, amma evə gələndən sonra uşaqlara vaxt ayırmaq lazımdır. Uşaqlarla oynamaq lazımdır ki, uşaqlar heç olmasa elə oyunlardan uzaqlaşsınlar. Nəzarət də olmalıdır, uşağın üstündə nəzarət olmalıdır. Uşaq hər istədiyinə baxa bilməz axı. Ona görə valideyn gərək nəzarətin uşağın üstündə saxlasın həmişə. Telefonu verirlər əllərinə, gedirlər yatırlar, uşaq da ayrıca otaqda istədiyini eləyir. Öz uşağımı qoruyuram, məsələn, ola bilər ki, qonşu qorumur. Bu cəmiyyət tərəfindən də alınmalıdır ki, yəni heç kəs qoymamalıdır. Tək, məsələn, ailənin biri, ikisi ilə iş bitmir ki. Belə oyunların aludəçilərində əsasən aqressiya və yuxu pozuntuları müşahidə edilir. Onlar adətən depressiv olurlar. Uşağı müşahidə etməlidirlər. Uşaqlarda birdən-birə yaranan tənhalıq varmı, aqressiv simptomlar varmı, uşaqların yuxu pozuntuları varmı və bunlar nədən əmələ gəlir deyə uşaqları ilə emosional söhbət aparmalı və kommunikasiyaya böyük yer verməlidirlər. Təhlükə isə artıq qlobal miqyas alıb, lakin mümkün çıxış yolları var. Avstraliya hökuməti son günlərdə artıq sosial media istifadə yaşını 16 olaraq müəyyənləşdirdi. Qlobal platformalar 13 olaraq qeyd edir sosial mediadan istifadə yaşını. Amma artıq 16-ya qaldırdılar və tələb elədilər ki, beynəlxalq platformalardan 16 yaşına qədər olan bütün istifadəçilərin profilini silsinlər. Nəzarət tətbiqlərindən istifadə də önəmlidir. Lakin Azərbaycanda çox az valideyn tapılar ki, ondan yararlansın. Bəziləri isə ümumiyyətlə belə sistemlərin varlığından xəbərsizdilər. Kənar tətbiqlər olmadan məhz App Store-dan, Play Store-dan xüsusi tətbiqləri, valideyn nəzarəti tətbiqlərini smartfona quraşdırıb uşaqlarının smartfonda nələr baş verdiyini izləyə bilərlər. Mütəxəssislərin sözlərinə görə məktəblərdə internetdən səmərəli istifadə və onun təhlükələri ilə bağlı dərslərin tədrisi də vacibdir. Çünki bəzi oyunlar əyləncə deyil, faciəyə aparan yolun başlanğıcıdır. Lalə Allahverdiyeva, Rüstəm Abdullayev, İlxan Axundov, Ayşən Cümşudova, ATV Xəbər.